Deməli, bu gün olan sınağımızın situasiyası olan izahına baxaq. Deməli, şərtdə verilib ki, oturacağın radiusu 2 cm, hündürlüyü 8 olan silindir formalı stəkan verilib. Fidan bu stəkanın yan səthini və oturacağını rəngləyir. Stəkanın içi rənglənmir. Bu məqsədlə o 1 kiloqram boya alır. Pi-də bizə verib 3. Bizdə 28-ci sual soruşur, rəngləyəcək hissənin sahəsini tapın. Stəkanın deməli neyir? Bu silindir formasındadırsa, deməli, silindir formasında stəkandırsa, bunu rəngləyirsə, bilir ki, stəkanın qapaq hissəsi rənglənmir də, yəni üst oturacaq olmayacaq. Bir yan səthin sahəsi rənglənir, bir də oturacağın sahəsi rənglənir. Deməli, biz birinci burada nə etməliyik? Biz birinci burada S-yanı tapmalıyıq. Sonra bir də oturacağın sahəsini tapmalıyıq. S-yanı tapmaq üçün, deməli, radiusumuz bizə verilib 2, H-ımız verib 8, pi də veribdir bizə 3. S-yanın üstürü bərabər 2 pi r h. Bunu yerdən yazsaq 2 vur 3 vur 2 vur 8 bərabər 96. Bir də S oturacağı tapsaq, S oturacağın üstürü də pi r kvadratıdır. Buradan da oturacağımız olur 3 vur 2'nin kvadratı. Bu da bizə nə verir? 12. Ümumi sahəni tapmaq üçün oturacağın sahəsindən yan səthin sahəsini nə edirik? Toplayırıq. 96 ilə toplayırıq 12'ni. O da bizə nə verir? 108. Deməli, rənglənən hissənin sahəsi olur 108 cm-in kvadratı. 29-cu sual. Stəkanın 1 cm-lik kvadratlıq hissəni rəngləmək üçün 3 qram boya istifadə edilir. Fidanın aldığı boya ilə ən çox neçə ədəd verilmiş ölçülü stəkanı tam rəngləmək olar. Deməli, burada nəyə baxırıq? Birinci baxırıq, sahəmiz oldu, ümumi sahəmiz oldu 108. Buna 3 qram boya işlədirsə, hər bir metrin kvadratına. Ümumiyə nə qədər boya işlətdin tapmaq üçün 108-i vururuq 3-ə. Olur 324 qram. Bir stəkan üçün işlənir bu boya. Bir stəkan üçün. Bizdə indi bizə verib ki, orada 1 kilo boya alır. 1 kilo boya biz keçsək qrama 1000 qram edir də. 1000-i bölsək 324-ə. Təqribi düşür 3'dən 1000-də 86 belə davam edir. Deməli, bununla 3 dənə stəkan nə edə bilər? 1 kiloqram boya ilə 3 dənə stəkanı rəngləyə bilər. Elə bizə stəkanların sayı soruşur, o da olur 3. 30 suala baxırıq. Deyir ki, burada fidanın 1 stəkan rəngləmək üçün istifadə etdiyim boyanın dəyəri 648 manatdırsa, 1 kiloqram boyanın qiyməti tap. Bunu tənasüb qururuq. 324 qrama, çünki ümumi 324 qram istifadə olundu axı. 648 manat. 1000 qrama 1 kilo deyirsə 1000 qramdan işləyirik. X manat. Buradan da çarpacaqda x bərabərdir. 1000 vur 6,48 böl 324. O da eləyir 20 manat. Deməli, 30 sualın cavabı olur 20 manat. İzahlarımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşək.